Salam, mən Şahin Abdullayev Şirəlioğlu, Uzan rayon Qəribə kənd sakini. Mən Şuşada yerləşən Əhmədbəyli Füzuli Şuşa avtomobil yolunun üzərində yerləşən tunellərin işıqlandırması ilə bağlı işləyən Preso şirkətində işləyirəm. Orada işlədiyim müddətdə çox haqsızlıqlar gördüm işçilərə qarşı və dövlətdən yayılan vergilər oldu. Əldən ödənişlər oldu. Məsəl üçün 700 manat karta köçüb 784 manat. Qalan hesablar əldən ödəniş olundu orada. Yəni bunları gördüyüm və təzyiqlər oldu mənə bir işçi kimi. Yəni söz demək olmurdu orada. Sonra orada bir itin çölə atdılar. Ona bir deyim, yedurdum. Ona görə mənə təzyiqlər oldu. İşdən çıxartmağa çalışdılar. Belə qabağıma cədvəl qoydular ki, işdən çıxardırıq sizi. Nə əsasən işin bitişi ilə bağlı? Yox. Bir adi bir itə yedurduğuma görə məni işdən azad edirlər orada. Qoydular, dedim, hə, heç nə. Qabağıma qoydular, cədvəldə görürəm ki, yazıblar orada ki, özün öz xahişindən çıx işdən. Deyirəm, yox, mən özüm xahişimdən işdən azad olmaq istəmirəm. Orada, yəni, mənə təhqir olunmuşam, oradakı Abdülkərim Öncül tərəfindən təzyiqlər görünüb, göstərilib. Dedim ki, belə deyim sizə, hüquqi yoldan nə lazımsa, dövlətə bildirəcəm ki, məsəl üçün, qeyri-qanuni işləriniz var. Məsələn, işçilərə təzyiqləriniz var, bunlarla bağlı. O da, belə deyim, küçə söyüşü olaraq kimi mənə ifadələr bildirib. Onunla bağlı dövlətimdən xahiş edirəm ki, yəni bunların haqqında tədbir görülsün. Bir də ki, bu ayda bizi məzuniyyətləri ayda biz nə deyim sizə, xadimlər işləyirik, artıq saatlar işləyirik biz orada. Ayda qanunun qoyduğu məsələyə görə biz ayda 4 dəfə izinə getməliyik, biz ayda 2 dəfə izinə çıxırıq. Bunlar da qeyri-rəsmidir hamısı. Dövlətin göstərdikləri proqramda qeyri-qanuni, məsəl üçün, göstərib bunların iş saatı var. Simada bilinir ki, iş saatı, məsəl üçün, saat 9-dan 6-ya bunlarda göstərir, məsəl üçün, biz saat işlədirlər 7-dən 6-ya. Məsəl üçün, həftədə 6 gün iş günüdür, biz amma ümumi olaraq ki, ay işləyirik, ay yarım işləyirik, ayda 2 dəfə izin verirlər bunlar bizə. Bayramlarda işləyirik, əlavə ona 2 qat yazılmır, günə-gün yazılır. Yəni, çox qanunsuz belə işlər var bu şirkətin, yəni haqlarına girirlər, işçilər içmən qarışıq. Onunla bağlı cənab prezidentdən, müdafiə şəxslərdən xahiş edirəm ki, bununla bağlı bir tədbir görülsün. Şuşada olanda bizim şantiyədə bir heyvan bağlanmışdı, 10 dənə balası var idi, belə deyim, 10 günlük, 8 günlük balalar idi, anadan elə bir sütənmər heyvanlar idi. Ona mən orada yemək verirdim, qar havadır, soyuq havadır. Abdülkərim Öncül orada onu gördü, mən ona yemək verərkən, ona dedi ki, azdıra. Dedim ki,